Əziz izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Hər birinizə salamlayıram. Bu günləri növbəti bir qəhrəmanımızın evinə gəlmişik. Ağcabədi rayonun Hindar qəsəbəsində Pirəbulağı istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan biri. Yanvarın 3-dən 4-ünə keçən gecə o döyüşlərdə son döyüşü olan qəhrəmanımız Namazov Natiq Namaz oğlunun ocağındayıq. Qəhrəmanımızın atası, anası Allah bərəkətli, sağlam ömür versin sizlərə. Bugün hər zaman olduğu kimi Namaz ata bizim dəvət edir ki, gəlin mütləq gelin bir çayımızı içim bugünkü gündə. Mən də söz vermişəm ataya ki, gələcəm və gəldim də. Bugün o tədbirdə qıraqda oldum, gəlib iştirak edə bilmədim. Amma evlərdə dəvət edən ailələrin dəvətini qəbul edib gəlmişik. Və bugünkü gündə şərəf duyuram, qürur duyuram ki, belə bir qəhrəmanımızın ocağındayıq. Ata, Allah səbrinizi versin. Mən bir neçə şəhid evində bu sözü demişəm. Demişəm ki, Hindarxanda yaşlı bir şəhid atası var. O həmişə bir söz deyir. Deyir ki, bir dənə şair balamın bir barmağı gəlsə, yenə gözüm yoldan yığılar. Atanın yanında deyirəm o sözü. Mən birincisi, Allahdan arzumdur şad xəbər. Onu arzulayıram hamımıza. Allah arzuza çaksın. Ha, Allah arzuza ki çaksın. Allah o günü qismət eləsin. Yox, əgər şəhid olubsa, Allah o şəhidi mübarək cəsədini sizin sağlığınızda gətirib torpağa tapşırıb o gözünüzün yoldan çəkilməsini ki, bu böyük bir dərddir. O göz yolda qalmaq. Namaz ata, icazə versənmi birinci anadan başlayaq? Nə olar? Nə olar? Ana, buyur, şəhidlə bağlı o xatirələrindən, sonra nə bilim, son o hadisələrdən, o həmin günü ki xəbər gəldi, onlardan yadında qalan, nə bilim bir heç yuxuva bir şəhid girirmi? O belə bir nə ürəyinizdən keçən, fikirlərindən keçən o sözlər ki var, buyur bir kəlmə danış, operatorumuz mehmanda çəksin. Buyur. Çok sağ ol. Çok sağ ol. Allah bütün şahitlerimizə rəhmət eləsin. Yerləri nurla dolsun. Allah qazilərimizin kürəyində dursun. Allah prezidentimizin də bayrağını həmişə uca eləsin. Allah sizin də köməyiniz olsun ki, hər ildə bizi yoxluyursunuz, gəlirsiniz, zəhmət çəkirsiniz. Çox sağ olun. Allah hamısına mən rəhmət deyirəm. Sağ ol ana, buyur. Qalıbsa Allah qapılarını açsın. Amin. Nə bilim, hələ bizə qaranlıqda bilmirik, nə var, nə yox. Ana son o döyüş girməmişdən qabaq evə gəlmişdimi? Gəlmiş. Yenidə, eləmi? Hə, gəlmişdi. Yadındadırmı o gün? Son dəfə evə gəldiyi yadındadırmı? Eşitmirəm o bana. Deyirəm son dəfə evinə gəldi, yadındadır? Hə, Hə, buyur, baba. bax danış, ondan Hə. danış. Yadımdadır. Nə deyirdi, nə danışırdı? Deməli, Yenil idi. Yenil də bir gün qabaq gəldi. Evimizə, özümüz içində quzu kəsmişdi. İşte pişirdi. Dedim kaşın artıq gələydi, bundan da yiyeydi. Elə demişdim, gördüm abışkanı tıkıldattı. Bax Allah haqqı. Abışkanı tıkıldattı, qapını açdıq, gördük budur. Gəl dedim Allah, arzuma çatdım, balam gəldi, bu yeməkdən yiyəcək. Yedi, dedi ki, qaqa, mən qayıdıb gedəcəm, bu da yanda deyirəm. Dedi, niyə? Dedi, yox, mən gəlmişəm, qayıtmalıyam. Gece bunu götürdüyüm, solun traktörü vardı. Onunla kişi getdi, özü zadıdı, çəmirgəliydi. Getdilər Çasta. Dedi, qaqa, gedək, ma icazə al. Sabahları şu an ad günüdür. Nəvəmiz vardı, onun ad günüydü. Mən də burada olum. Getdi, Həsən icazə verməyib. Amma o birisi komandir, ver, dev, apar. Mən dediyim vaxtı qaytar gətir. Yaxşı. Gördüm, gec gəldilər, dedim Allah, görən nə oldu? Getdilər, dumanlıqdır, dana gedər, raq olsun, Erməniyə zada keçər.
Cafarla yaxşı gedib gəlmişdilər. Getdi, icazə aldı, götdü, gəldi. Gəldi, 2 gün qaldı. Uşağın ad günündə elədik. Buna dedi ki, qağa, mən getməliyəm də, vaxt gəlib çatırıb. 3 günə icazə vermişdi. 3 gündə yazıq rəhmətli qardaşım maşını ilə bu götdü, getdi. Apardı, qoydu çastında. Qayıtdı, gəldi. Gələndən biraz sonra, axşam çağı idi. Gördüm, qayıtdı, gəldi. Dedim, bala, niyə gəldin? Dedi, nənə, bizi boşladılar ki, gedin təmizliyi, süzünüzü, başınızı qırxdırın, gəlin. Bəs biz boya gedəcəyik. Mən də başa düşmədim ki, boy nə deməkdir? Gəldi, yüyündü, elədi, rəxlandı, qayıtdı, getdi. Elə o gedən oldu ki, getdi. Səhəri vaxt, səhərsi, gecə yatdıq, səhəri. Axşam çağı idi. Ha, gəldi ki, bəs uşaqlar Mənsuraya düşüb. Mühasirəyə, hə. Hə, Mənsuradadılar. Bu səfərləri gəldim ki, ev dolu. Mən arı ilə getmişdim, gəldim ki, ev doludur adamla. Dedi ki, yaz, nə yazırsan? Bəs belə-belə dedim, mən nə bilim, mənim xəbərim yoxdur. Elə o gedən oldu ki, bir də geri qayıtmadı. Allah səbrinizi versin. Allah o xoş günü qismət eləsin. Allah o xoş günü qismət eləsin Allah sizə. Umuduna yaşayırıq dənə. Ümidiniz mi? Umuduna. Ağlama hamma. Buyur, Namaz ata. İxtiyar, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə kömək olsun. İlham Əliyevlərin kürəyində dursun. Mehriban xanımın. Mənim uşağım demək 93-ün axşamı qara bulut köhnəmişdi. Uşaq, mən bir quzu kəsdim. Fikrimlə keçdi ki, elə olaydı, yeğenidir. Özümə oxşuyurdu. Gələ sizin danışasan. Hə, buna gələ yeğ. Dedi qağa, dedim ha. Dedi qağa, mana gedək icazə. Qardaşım oğlu traktorunu qara bulut köhnəyəndə getdim çasda. Getdim, gördüm Əliyev, Həsən Hüseynov. Çadırda dərənin içində. 3-4 saldatdı. Biri də qardaşıdır. Dədə bildilər, nənə ayrıdılar. Bu ocağa qalır, bunun elə bilginə kimi şeyən qoruyurlar. Salam aleyküm, salam eş gördüm ki, bu məni vicdan olmaz. Bu səfərlər bunu durquzdum. Dedim Həsən müəllim, dedi ha. Dedim Həsən müəllim, bu natiq icazə ver, bir işimiz var. Onu gedək görək, gene sabahları gətirim. Dedim mən ona icazə verməyişim. Dilinə çıxardım, durur hələ, məndən də böyüdü. Sonra getdim Baxşeşin yanına. Baxşeşlə dərənin qaşına çıxdım, gördüm çostan var orada. Uzaq buradan nəysə kampaniyadır. Bunlar hər formu daha üzür istəyirəm, məni bağışlasın, ifadəmə ilə hamıdan üzür istəyirəm, qadın da vardı. Dedim Baxşeş, axşam xeyr dedə batıq. Dedim bir şey almışam, bəs natiq icazə ver, bir yaparım, bir sabahlar zadımız var, bir yığıncağımız var. Bu oradan işləyərək girdi. Dedi apar amma sabahları, səhər burada elə. Gətirdim. Dumanıdır. O gedəndə də bu dizimin üstündə getdi. Gələndə də dizimin üstündə gəldi. Qapıya düşəndən sonra dedim bala, gülsəm dedi mənlə qayır. Bu sözüm ha dedi. Bu səfərlər qayıtdım, gəldim. Qayıtdı, gəldi ikimiz də. Qardaşım oğlu getdi əvinə, bu gəldi, oturduq evdə, söhbət ayınban. Səhər ertə onun səhərimi bilmirəm. Yox, 3 gün. Üçündə. 3 gün qaldı. Apardım dayısının maşını. Mən getmədim. Dayısı bunu apardı, qoydu, gəldi. Gələndən sonrasına elə 4-ünə keçən gecəsi. Gün o gündən Allah'ın, bugünkü gün onların gedən günüdür. Bana gün bata-batıdır. Burada qonşu var, bəbir. Oğlu zadın patalyondaydı. Ağdam
Adı bir sərdik həməndirin. Hələ mənim o bədbahıma deyir ki, sən burada olmuşsun, keşke bırak yanıma. Bu gəlməyir. Hə, o dedi ki, bana akşamdan ofşum, mal çöldən gəlir, hə. Ayağın asfalta çırpıp gələndə, dedi, əmi dedim, dedəm, şoru da düşdü, Mansur'u. Mansur'a nədir? Vərəşeli rəhmətlikdə uşaq harbiyyət yedirdi. Uşaq. Neyse, Vərəşeli çağırdım, indi çağırmayayım. Hüseynov Vərəşeli. Dedim, Allah tıfanı dağıtmasın. Uşaqlar da düşmür. Elə bədbax düzünə döyədə düşdü aşağı. Düşəndən sonrasına, da indi başarılı olmasın, yüreğimi boşaltmayı bilmirəm. Neyse bu seferleri. Buradan bir adam da düştü. Eldar adlı kişidir, rəhmətə gedib. Oğlanlar var indi. 4 oğlu var hamısı da orada. Burada pusat yaşayırlar. Neyse bir de bu ödül öldürür ki benim oğlumun da oğluna paraflar gitmeyin. Bu da dedi ki bunun kardeşi dedi Eldar da sen oğlun orada değil. Bunlarınki yoktu. Neyse gittim ben Kulubeyli'ye. Orada dediler zat gelip. Oradan adam gelip. Gitti hemen. Kişi orada da zat var şehit. Evet. Ama o içkin. Gitti oraya bunları çağırdık. Onun biri dedi ki bize. Dedi sizin uşaqlar açtı. Şəkillik vardı. Səhər gələcək. Bax şey. Mən Ergidə tuttum. Ergidə. Aları gecə saat 12'də yığıblar maşına. Kambirik Rəhimov özünü dediğin deyirəm. Şamil Həsənovun dövründə qada sen qadaya geldi çıktı. Söhbət orada bizden Seyid Ələkbər dedi gəldin belə qırsın düzün deməsin. Uşağı yığılar da maşına hamısıyla Rəhimov görüşüp dediğin deyirəm. Öpüşüp görürsə bu sefer uşaqlar bastı gedib. Komandir olmayıb. Uşaqlar özü bastı. Komandir özü qalıb onlar yolda. Havluları gönder. Bax belə bizim məsələ var başına. Yaxın gəl xahiş edirəm. Bu qəhrəmanımızı iri planda işıqlandır. Yaxından xahiş edirəm, çox xahiş edirəm. Mənim Qəhrəmanımızı bir iri planda işıqlandır. Deyip. Ha de ana ne sözün var deyin. Buyur. Yuxumda gördüm ki bak Allah'a. Bir tane kara vertolyottu. Geldi evin böyün başında fırlandı düştü evin böyrüne. Düşen de öz sözümü deyim düzük bir sifte korktum. Sonra gördüm ki sen qabaqcan düştün. Bunları danışmışım. Düştün, senin darıcan natik düştü. Düşen de dedin ki ma dedin ki kara gördün. Demiştim senin oğlunu getireceğim. Bak getirdim. Ne vaxt görmüsən bu yuxunu? Hele dedim, eve sarı ki size sarı gedirdim, ayıldım, ne ters çığırdım, ayıldımsa gördüm yuxudu. Ne vaxt görmüsən bu yuxunu ana? Onu olar mesela 6-7 ay. Evet. Allah yuxu çinəlsin. Bax o arzuva satasan ana. Başqa yuxular görmüsən mi? Duranda dedim vallah o gün mənim balam sağdı, mənim balam gələcək. Allah eləsin. Allah elə. Başqa yuxuda görmüsən mi heç bir? Başka yuxuda gördüm. Onlar bir ay bundan qabaq, bir ay çeker çekmez. Bak Allah hakkı. Gördüm Şimit'e giden yolda çekillik var, bir sıra çekillik. Orada 4 nefer otururlar. Ne kadar tesadüfen olsa gittim çıktım bura. Köhne dermanın arkasında. Bəli. Gördüm orada 4 nefer oturup. Gittim yanlarına gidende bunlar kalktı ayağa. Kalkanda gördüm biri natekti. Ama öbürlerini tanımadım. Durdu geldi, öpüşü veremedi. Ya hele böyle görüştük. Dedim bala niye eve gelmirsen? Bak bura gelmişsen, buradan gelmişsen de ne gide eve? Dedi yok nene. Bize icazə vermirler. Bizi boşlayacaklar. Şimdi biz bugün şembe pazardı diye ben. Bizi boşlayıflar gezintiye. Biz gezirik. Kadif gedeceği çasta. Ha baksa bizi boşlayacaklar. Onu da geleceğim arkayn ol. Gene öledim, kalktım gördüm ki yuxudum. Andolsun Allah'a. Ana, uşaq vaxtı yadıma gəlir, əskər məktubu, ilk dəfə o əskərlikdən məktub gələndə uşaqlar ya paştalyon məsəl üçün verirdi ki, də bunu aparın fəlakətə verir. Uşaqlar əxyanın qaçırdı, deyirdi ki, muştuluğumuzu verin, məktub gəlib. Məktub gəlib.
O günü arzu edirəm. Bax o kənd həyatında o şeyləri yaşamışıq. O gün arzu edirəm ki, qapıdan kəndin o balaca uşaqlar yürür, kəs desilər ki, namaz baba, muştuluğumu ver. Falan gelir. Ax o yuxunu danışdım. Ne bileyim. O da mənim ürəyimdən keçdi ki, o günü arzu edirəm, eləcə də göz yolda qalanlara. Allah o günü qismət eləsin. Ne bileyim Allah arzuca. Allah səbrinizi versin. Sağ olun sizinle. Bu neçə ildir gözünüz yoldadır. Gözünüz yoldan yığılsın. Mən onu arzu edirəm namazda. Gözünüz yoldan yığılsın. Çok Həqiqətən sağ də olun bana, çok sağ olun. ağır, çox dözülməz bir yükdür bu. Gözü yolda qalmaq. Hay, Bu elbette hay bana. ister. Sana bir söz değil. Elbette bana. Başına dönüm. Tabi biraz mən bəlkə çox danışıram. Buyur, buyur. Mən Allah gene şöyle devletleri korusun. Amin. İhtiyar. Allah gene kâraktır. Ne bileyim. Allah gene kâraktır. Evet, darvaza açılır, yüreğim seysen. Darvazadan açanda yüreğim seysen. Gece çağırırlar. Gelir dur gözüm kapı derim belki balımdan bir haber gelir. Kâraktır. Bak Evet. hele. Bugün bir ana 32 ildir ürəyində saxlayan bir söz dedi mənə. Bak andolsun Allah'a. 32 il. Andolsun Allah'a. Deyir şəhid də o da bugünkü gündə dedi. Dedi ki 32 ildir bu sözü ürəyimdə saxlayırdım. Bugün açdı dedi. Dedi gedəndə mənə bir qızın də istiqamət verdi ki ana gedərsən İhtiyar o söz sen dedi. 32 il bundan qabaq ana dediyi olan sözü bugün açdı dedi. Ben koysam bu sözden bile bak burada da o işin etiği baş verir. Eləmi? Aha. Neçə ildə uşaqlar getdi. 32 il. 32 ildə minə xorudan o qız istəyirmiş. Bak o sözü bir mən eşitdim. Bizim öz Bu da. Həmən söhbət. Mehman, yaxın gələk mehman. Buyurun, bak, 32 bak, bak, ildə bak. o söz olur. Bir gün açılır ki bəs bir uşaq zaten bir uşaq deyir ki Nasır'la iki oğlanı bir Nasır bir daha gəlir gündə Bartazana buradan qız istəyirdi. Bak. Bak O da bir Mine asılır. koruda, mine koruda. bir Gitmiş. gün eşitmişim onu. He, oradan deyirlər də. Hə. Mine Orada koruda gitmiş. salda Serengül salonda. attı orada bir tane kadın var. Hə. Serengül. Onun da balası bizimkiyle gelip. Hə. Onlar deyir. Biz gittik Molla'ya baktım ağa. Hı. Molla Bulu'da. Hə. Öz balızım kızıyla gitmiştim. Evde olmadı. Dediler ki ölü oradadır. Hı. Gittik bir eve girdik. Yollar taraf ediyor. Onun bende biraz kırakta artezan var. Hı. Gittik girdik ki burada xeyla qarvat xeyla var. Dedim az, xeyir değil mi? Qatı ben tanıyıram bircə. Bu hindakından ora girdim. Yaşanın Hı. Ayşe. He. Dedim ben Qatı ben. Görüştü yere dedim sen Allah burada olursa dedi he ben buraymışım. Dedim ki bəs belə gəlmişik. Molla evdə tapmadıq ki bir Kur'an açdıraq o haqda. Birdən dedi Azaz bu da mənim baldızımdır. Bunun da bala sizinki ilə yedib. Sərin günü. Otduq elə görüşdük elədik. Gözlədik ki molla gəlsin gedək. O da heç gəlib çıxmadı. Çıxdıq gəldik. Nəysə orada dedi ki bir dənə uşaqdır. Dedi ki xala sənin oğlunu tanıyıram. Oğlan uşağıdır. Dedim nətər tanıyırsan bana? Sən mənim oğlumu hardan görmüsən? Dedi burada artezan var. Gəlirdilər betonları doldururdular bir dənə saldatla. Sənin yuxaramın oğlu ilə gəlirdilər. Doldururdular. Buradan da bir qız istəyirdi Natiq. Qız istəyirdi. Ona görə gəlirdi deyirdi. Gedirdim. Bunlar uzanırdı deyir çimənliyə. Mən gelirdim deyir sənin yuxaramın narından yığıb gətirirdim. Oturub yeyirdilər. O söhbəti namazdayı hamma tədəqqat deyib. Büyün. Hə. Büyün. Bu da 2. Büyün. Hə, and olsun Allaha. Başqa bir evə, qəhrəmanımızın da evinə getməliyik. Hər bir zaman o ana bizi dəvət edir ki, gəlin, gedək. Buradan da gedirik yenə. Allah səbrinizi versin. Sağ ol. Özümə boş bildim. Oy. Hər bir zaman namaz atar. Sen elde benim kapıma. Sağ ol. Deyib, mən də söz vermişəm. Nə qədər canımda can var, Sağ ol. yanvarın 4-ü
gəlib qəhrəmanımızı. Səni bir gün orada görmədim mən çox. Çox sağ olun bala, çox. Mən biraz araldaydım. Mən elə həmin ki o şəhidimizin balasını Yox, mənə elə gəlib bəlkə də çatdım. yaxşı elib gəlməmsən. Hə, nəysə. Hani- Allah sizi var eləsin. İcazə verirsiniz növbəti Sağ bir ol. qəfə Biz- gedəcəyik. Sən yolun Sağ qapın ol. əlindir. Var ol. Allah Bir kömək ol. olsun. Mehman çox sağ ol. Mehman. Mehman çox sağ ol. Siz sağ Allah olun, sağ sana olun. rəhmət eləsin. Bala sağ olasın. Sağ ol. Allah köməyin olsun. Allah köməyin olsun bala. Sağ ol. Var ol. Allah köməyin olsun. Gecəniz xeyrə qalsın. Xeyrə Sağ ol. qalsın.